Qəza zamanı hadisə yerini tərk etmisənsə, orada ölüm olubsa, həmin adamı ölümə tərk etmiş olursan. Bax, sənə belə izah edeyim. Mənim əlimdə bıçaq var. Qalmışam belə. Sən fırlanıb özün gəlib bıçağın üstündə oturub o bıçaq sənin götüvə girirsə, ölürsənsə, mən sən üçün heç bir çaba göstərmirəmsə, xəstəxanaya aparmıramsa, sənə ambulansa yetişdirmirəm, maşına qoyub nəsə etmirəmsə, nə gəlib gedirsən? Əli bıçağı belə tutmuşdu, o gəldi, sən gəldin, oturdu, girdi götüvə. Yox, səbəbkar mənim bıçağımdır da, doğrudurmu? Və mən də hadisə yerindəyim. Buna ilkin tibbi yardım üçün nələrsə etməliyəm. Çünki bir daha qoyunlar necəsiz? Təkrar bu haqda fikir bildirin. Kommentdə yazırlar. Videoya baxmısan, arzun orada günah yoxdur. Videoya baxmısan, arzun orada günah yoxdur. Videoya baxmısan. Baxmışam videoya. Qəza törətdikdən sonra hadisə yerini tərk edib, əgər günah səndə deyilsə belə, sənin avtomobilin qəzada iştirak edibsə, yəni o epizodda belə iştirak edibsə, qəza zamanı hadisə yerini tərk etmisənsə, orada ölüm olubsa, həmin adamı ölümə tərk etmiş olursan. Bax, sənə belə izah edeyim. Mənim əlimdə bıçaq var. Qalmışam belə. Sən fırlanıb özün gəlib bıçağın üstündə oturub o bıçaq sənin götüvə girirsə, ölürsənsə, mən sən üçün heç bir çaba göstərmirəmsə, xəstəxanaya aparmıramsa, sənə ambulansa yetişdirmirəm, maşına qoyub nəsə etmirəmsə, nə gəlib gedirsən? Əli bıçağı belə tutmuşdu, o gəldi, sən gəldin, oturdu, girdi götüvə. Yox, səbəbkar mənim bıçağımdır da, doğrudurmu? Və mən də hadisə yerindəyim. Buna ilkin tibbi yardım üçün nələrsə etməliyəm. Çünki məsuliyyətim var. Mənim əlimdəki bıçaq bunun götünə girir. Və bunun maşını çıxıb onun qabağına, indi bunda var günah ya yoxdur, fərq eləmir. Hadisə epizodu, bunun ölmə səbəbi o düz gedirdi normalda. Bunun maşınına görə manevr eləyib, gedib, çövrülüb aşıbsa, istəyir onda günah olmasınsa, hadisə yerini tərk etdiyinə görə günahkardır. Bu birinci qoyunluğumuz. Və ikinci qoyunluğumuzu sizə deyim, belə müdafiə edirsiniz də, müdafiə edənsiniz. Hə? Günahkarları, indi günahkardır tutaq ki, biz bunu müdafiə edirik. Hə? Bu qədər siyasi məhbus var. Bu qədər dindarlar var tutulub, şərrənib tutulub. Biz onda bəs bar-bar bağırırdıq ki, Azərbaycanda ədalət yoxdur, haqq yoxdur, məhkəmələr pulla işləyir, səhv işləyir. Deyirdiniz, yox, Azərbaycanda belə şey yoxdur, hər şey qanunudur. Nə oldu? Hansı dindarından o həbsdə yatan adamlar sizin yaxşı yaşamağı üçün mübarizə aparırlar. Sizin övladlarınız yaxşı yaşasın deyə siyasi məhbuslarımız var bu günlər. Amma sizə heç bir poxunuza yaramayan arzu üçün bütün kanallar özün cırır, bütün blogerlər özün cırır, Petur gedirdi onun yanına. Belizar orada size bunu gösterirdi. Ha? Şahid anaları gelmişti bir iki tane de ora. Arzum için. İldüza için. Yəqin şahid analarına gösterirdi oradaki barmağı. Ata Abdullah Evsəsi de bu barmağı gösterir. Necə kədərlidirlər bunlar. Sifətiniz var sizin. Amma bilsən nə sifətidir? Qəhbə sifəti. Ha? Siz üçün haqq ədalət istəyən adamlar üçün bir dəfə mübarizə aparmadınız. Bir yerdə xəbərləriniz, patrol aldınız, paylaşıb demədi filan kəs şərrəndə altında yazmırsınız, danışmırsınız, repost eləmirsiniz. Amma kim eləyirsiniz? 4 uşağını atıb Bakıda gəlib banketlərdə kayf eləyən adamlar üçün bunun epizodun nəticəsində belə deyim, başa düşürsünüz. Ölən bir adamdan sonra mırtdaşaq mahnısı qoyub göt atan adam üçün siz düşmüşsünüz ortalığa, özünüzü və uşağınızı söylüyorsunuz. Nəyin kayfını yaşıyorsunuz? Bir nəfər siyasi məhbus üçün özünüzü şey eləmirsiniz. Mentalitetdən danışırsınız. Bugünlər nə qədər hicab məhbusları var. Nə bilim, dindarlar var, şərrənib tutulublar. Şərrənib. Bax, şərrən. Bu hadisədə iştirak edib. Adam var evdə namaz qılır belə, gəlib aparıblar. Adam var deyib ki, azadlıq istəyirəm, evindən 5 kilo kokain çıxır. Onlar üçün heç demədiniz siz. Şərrənib, yalan, məhkəmə səhv qərar çıxartdı. Qəhbə için deyirsiniz. Bilirsiniz niyə? Özünüz də, nəsliniz də qəhbədir çünki. Başqa adı yoxdur. Yazın burada da. Sən heç nə bilmirsən. Mənə demişəm, hər hansı bir adamı müdafiə edin.
burada mənim əleyhimə ayrı bir söz yazanın lişni var yoxunu sikim. Lişni anasının bacısını sikim. Adam nə qədər peysər olar ki, bir blogerə görə özünü söyləyir. Ha blog adi adam deyir, sənin daşyağına o var kayf eləyən vaxtda səni amcığının qırağını almırdı. Amma sən onun üçün övladını da söydürməyə razısan. Mən onu izləyirdim, nədir. Qəhbələrə var atar çıxan millət. Türk bloger gəlib, arvadlarınız göt atır dondurmacının yanında. Buradan geyinirlər. Oğlan şort geyinəndə cəmatın ana bacısı var. Ərəblər kayf edir millət bizlə orada. Otellərimiz ağzına qədər doladı. Kimin siki kimin götünə girdidir. Heç kəs ondan maraqlanmır. Emin Ağalırovun oğlu restoran açır, eşeğe boyda kişi onun için qapı açır. Nəvəsinin üstünə qışqırır ki, get çay gətir. Emin Ağalov cəhənnəm, bir şey də bunu da deyim sizə, o bir videoda yarıda qalmışdı. Bığı burma kimdir? Bu bığlı kimdir? Hani o qapı açmışdı, bığı burma. Düşüb qapı açır, 17 yaşlı adamsın, 16 yaşlı adamsın. Bəlkə də evdə nəvəsi var, deyir ki, osturasıdır, mən üçün çay gətir, başqasının nəvəsi üçün durub qapı açsın. Özü qapı aça bilmir, qoca adamdır, yaşlıdır. Sizin yaşayışınızı sikin. Sizin olmayan namusunuzu sikin. Kim bura yaltaqlanmağa gedir, video çəkilsə, onların hamısının namusunu sikin. Bunlar var, bunlar var. Sikim bunun da namusu. Bu Ruslandır, nədir? Aslanım Ruslan. Sikim Ruslan anavı, yaltaq peysər. Sikim ailəndəki qadınları, peysərsiniz sizi. Hala uşaqla kütədə adi adam olsa bir dənə kasıb adam, misal üçün də video çəkib reklam elədiklərinizi demirəm, onlar da özünü zor göstərsin. Normalda bir kasıb adam ayağa qalxmazsınız, əlizi uzatmazsınız. Qəhbə balaları, belə götə girənlər. Sikim namusunuzu sizin, anavızı sikim, arvadlarınızı sikim. Düşüblər balaca uşaqların dalıcı özlərinə yaşayışınızı sikim sizinə. Var yox nə yaşayırsınız ala. Sizin ailənizdə nə qədər qadın var onları sikim. Bığı burma. Ha bir dənə bir bu var. Ürəyim partlayır adam göstərmək. Bir bu Ruslan var, bu peysər var, bu peysər Ruslan. Böyle sikim bunun namusu buna bak. Ha sonra bir cəsur var ala, bir cəsurdur nədir. Bilinmir nə işlə maşında görür. Bu da şey. Maşın da sizəndə belə sürürlər. Kollarına vururlar. O cırığı da tapacağım indi, gözlə bir deyil. O cırığı da tapacağım indi. Ha buna. Buna bak. Cəsarət, buna bak. Buna bak. Götə girən balası, buna bak. Buna bak. Buna bak. Hə. Bilirsən nədir? Bu götə girmək üzrə bir nömrədirlər. Var yoxuna nə alata? Bilirsən nə peysərdilər bura? Bərkidirlər də yəni. Balaca uşaqların yanında doşan kimi gülürlər. Sizin bu arvaduzu sikimlər. Nə yaşayışlı yaşıyorsunuz hala? Nə yaşayışlı yaşıyorsunuz? Bura bak, bir dakika. Maşallah abi. Nasıl abi? Yalansa sənin anavı sikim. Hansı maşın sürən belə maşın sürürsən hala? Belə maşın sürmə diye bir şey var. Kolumu göstərsən belə. Sikim namusunuzu sizin. Belədir, reklam xətrinə yaşayan qəhbə balalar.